Əgər həmişə deyirsən ki, planlı olmalıyıq, bəs biz necə planlı olmalıyıq? Gəlin sizə necə plan qururlar, ondan bəhs edeyim. Deməli, sizin plana uya bilməyiniz üçün ilk öncə o planı icra eləməyinizdə bir məqsəd olmalıdır. Yəni sizin bir məqsədiniz olmalıdır ki, sonunda ona çatacaqsınız və ona çatmaq üçün davamiyyəti qorumaq istəyəcəksiniz öz içinizdə. Yəni öz içinizdə bir səbəb və bu səbəbdən yaranan motivasiya olmalıdır və disiplin olmalıdır. Məsələn, bu gün dərs oxumadımsa özümə yüklənmirəm ki, sən bu gün dərs oxumadın, çox pis tələbəsən, hər şeyi məhv elədin falan eləmirəm. Bu gün dərs oxumadın, sabah onun proqramını biraz çətinləşdirirəm. Deyirəm ki, dünənin əvəzinə də bugün 1 saat artıq oxudum, 2 saat artıq oxudum. Planlı olmaq üçün ilk öncə sən ümumi sabit günlük çıxartmalısan. Sən günlüyün çox hissəsini nəyə xərcləyirsən? Nədə gedir sənin vaxtın? Universitetdəmi, yoldamı, TikTokdamı? TikTokda gedirsənsə TikToku buraxmalısan. Yolda gedirsə, yolda özünə aktivitet tapmalısan. Məsələn, deyək ki, yolun çox uzaqdır, 3 saat yolda gedir sənin vaxtı. O 3 saatda listening dinlə, podcast dinlə, ingiliscə danışıram. İndi sən məqsədin nədirsə də. Ya da nə bilim bir aç reading oxu. Belə. Sən ən çox vaxtın yatmağa gedirsə, demək ki, yuxu sistemini düzəltməlisən və belə sən tapırsan sənin vaxtı və ən çox nə alır, ona uyğun başlayırsan plan proqramını qurmağa. Bir də baxmalısan ki, sənin öncəliklərin nədir? Məsələn, sənin öncəliyin universitet dərslərindəmi? IELTS almaqdırmı? Yoxsa sosial mediada? Məsələn, indi özüm üçün deyirəm. Mənim üçün əsas bir də önemlisi IELTS-dir. Sonra universitet ortağım, sonra sosial mediadır. Niyə? Çünki sosial mediada şəxsi brendinqin inkişafı marketinq üçün önəmlidir. Ona görə sosial media mənim üçün 3-cü sırada durur. Belə, məsələn, mən ən önəmli şeyləri çıxartmışam və o ən önəmli şeylər üstündə işləyirəm. Beləliklə də siz planlı, proqramlı ola bilərsiniz. Sonunda bir nəticəniz yoxdursa ingilis dili öyrənə bilməzsiniz. Məsələn, mən 20 yaşım var. 20 ildə niyə ingilis dili öyrənməmişəm? Çünki bir səbəbim yox idi. İndi isə var. İndi xaricə getmək istəyirəm, xəyallarımın arxasına getmək istəyirəm. Və bu səbəb məni ingilis dili oxumağa vadar edir. Bu səbəb məni universitetə gəlməyə vadar edir. Bu səbəb mənim ortalamamı yuxarı saxlamağıma vadar edir. Bu səbəb mənim işləməyə vadar edir. Bu səbəb məni sosial mediaya kontent yaratmağa sövq edir. Başa düşdünüz? Hər şeyin başı sizin bir məqsədiniz, bir hədəfiniz olmalıdır. Ümid edirəm video işinizə yaramışdır. Əgər video işinizə yaradırsa, məni takib eləməyi unutmayın. Öpürəm sizi, hələlik.